şəhərin ortasında biriyle rastlaşmışıq, 3 tane jolikdir. Rastlaşmışıq, dalaşmışıq, ta ki döyüblər mənə. Kim idi, hə? Bilirəm. İndi bax, mən müəllim kimi olsam, quzum, Şirinim, mən müəllim olsam, onu daha yüngül eləyərəm. Mən razıyam. Amma düşən suallara görə sən topladığın baş şikayət eləməyinə dəymir. Ümumiyyətlə, həyatda narazı olmaqdan uzaq olun. Hər şeydən şikayət eləmək. Sən çalış ki, nə olan şərait var, ona görə öz məsələmi mən həll edeyim. Sən gedəsən, gələcək bir müəssisədə işləyəsən, orada vəziyyət problemlidir. Sən onu şikayət eləməklə çözə bilmirsən. Amma sən, yəni, həyat bunu tələb edir. Sən özün ona yol tapmalısan. Aydındır, Əzrəy, gəl bura. Necəsən? Nətərsən? İşlər nətərdir? Keç gəl bura yarıma. O tərəfsən. Yəni, otur, orada işin var səndən, getmə. İndi, özüm, həyat budur. Siz şən olun. Sizdən sonra imtihan verənlərin də belə qanı qaraçılığı olanlar var. Əvvəldə əsas öz yerinizi tutarsınız. Aydındır. O dim deyəndə, dim sözdə d, içərimiz, sakit ol da, şey çəkilir. Gəlsən bura sən də, gəl bura, gəl yanıma, gəl otur burada. Hə, otur burada. Bu Əzrəy riyaziyyatdan 100 yaza bilərdi. Əzrəy amma oxumurdu. O da mənim dostumun oğludur. Rəhmətə gedib dostum. Mən onun xəttinə dəyənmədim heç vaxt. Onu belə sıxam, boğam. Dedim Əzrəydə anladım ilk dəfə, amma Əzrəy istədiyimizi alanmadıq. Aydındır. O riyaziyyatdan 100 yazmalıydı, amma orada elə sual var ki, ümumiyyətlə görməyib. O da girib ədəbiyyatdan mətnin içinə. Amma bu Elbrus müəllim sizə deyir ki, şirinlər. Biləsiz ki, oğlum, həyat davam eləyir. Bundan sonra mübarizə aparmaq lazımdır, yaxşı oxumaq lazımdır, nəticə daha yüksək olsun. Həyatda da bilin ki, bax mən deyirəm, mən heç vaxt, mən 3 nəfərlə döyüşmüşəm, dalaşmışam, döyüblər məni, aydındır. Başqaları ki, dəstə ilə gəliblər, mən heç vaxt baxmışam, bacarmamışam, döyülmüşəm. Aydındır. Bacaraydım, döyəydim. Heç vaxt gedib təzdən uşaq yığın gəlib bunları, getmişəm bir yerdə də şəhərin ortasında birindən rastlaşmışıq, 3 dənə jolikdir. Rastlaşmışıq, dalaşmışıq, ta ki döyüblər mənə. Durum gedim, kəndimi yığım gətirmişik, gəlin biz də bunları döyük. Elə şeylər eləməmişəm. Mən həyatın axarı kimi baxmışam ona. Aydındır. Bacarırsan, döyüb, bacaramısan, döyülmüsən, rahat çıxıyor, uşaq da cavan deyil olar. İndi sizdə bu adamlar var ki, ölür də şikayət eləmək üçün. Elə şeydən şikayət edir ki, o problemlərdən də. O problemlər onun özündə var. Özdə bilir ki, mən də bilirəm. Bu problemlər özündə. Yəni, düzlükdən danışır. Özü ərinin yekəsidir. Özdə nəyin düzlüyündən danışırsa, onun özündə var o. Amma görürəm danışır, deyirəm, utanmırsan. Sən birinci özünə bax, sonra oradan danış da. Orada da dim deyəndə 3 hərfli sözdən ibarət deyil. Orada bir xeyli kontingent var, müəllimlər var.